Balaxanı neft mədəninin quyularının birində kişi meyidi tapılır. Bu meyidin kimliyinin müəyyən olunması müşkülə çevrilir. Çünki onun başı, biləkdən əlləri və cinsiyyət orqanı kəsilmişdi. Yaxınlıqda isə nə paltar, nə də həmin meyidə məxsus orqanlardan əsər əlamət yox idi. Müstəntiq nə qədər çalışsa da işə başlamağa ipucu tapa bilmir. Çünki bütün ipucular həmin meyidin şəxsiyyətinin müəyyən olunmasından başlayırdı. Bir ay sonra bəlli olacaqdı ki, həmin orqanlar səbətə qoyularaq ayrı yerdə saxlanılırmış. Bakıda baş verən bu tükürpədici hadisənin detallarını təqdim edirik. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Tikinti işi görənlərin diqqətinə, tikintidə əl əməyini yüngülləşdirən inqilabi bir aləti təqdim edirik. Fiksator. Dəmirçilərin, qəlibçilərin kəlbətinlə, mismarla 10-15 saniyəyə gördüyü işi fiksatorla 3 saniyə ərzində həyata keçirə bilərsiniz. Fiksatordan həm vaxt qazanacaq, həm də əlavə əziyyətdən xilas olacaqsınız. Armaturla karkas quran zaman məftil işini əlinizi zədələmədən bir göz qırpımında həyata keçirmək üçün fiksatordan istifadə edə bilərsiniz. Sərfəli qiymətə istənilən sayda bu alətdən əldə edə bilərsiniz. Sifariş üçün əlaqə nömrəsi 051 773 77 37. Zaman keçir, işin üstü açılmır. Belə olduğu halda qətl hadisəsi Nərimanov prokurorluğundan alınaraq həmin vaxt, yəni 1970-ci ildə Bakı şəhər prokurorluğunda baş müstəntiq vəzifəsində çalışan Oqtay Qasımova həvalə olunur. Gələcək istintaq Oqtay Qasımovdan asılı idi. O isə deyir ki, əslində ondan əvvəl işi araşdıran müstəntiq də zəif müstəntiq deyildi. Hansı ki, bir neçə il sonra uğurlu işlərinə görə yüksək vəzifəyə də getmişdi. Sadəcə bu işi aça bilməmişdi. Hadisə Binəqədidən Novxanıya gedən yolun üstündə sağ tərəfdə neft quyuları olan ərazidə baş vermişdi. Həmin vaxt Bakı şəhərində 3 nəfərin itkin düşməsi ilə bağlı məlumat var idi. Ancaq quyuların arasından tapılmış meyit onlardan heç birinə aid deyildi. İtkin düşənlərdən biri erməni idi. Əslində meyit erməniyə uyğun gələ bilərdi, amma köhnə müstəntiqin qovluğunda bir sənəd var idi və o sənəddə qeyd olunurdu ki, itkin erməninin arvadı hadisə yerinə gəlib, baxıb və o meyidi tanımayıb. Qadın onu dəqiq tanımaqda çətinlik çəkdiyini deyib. Oqtay Qasımov erməninin arvadını yenidən çağırır, dindirir, sorğu-sual edir. Lakin yenə də bu dindirmənin bir köməyi olmur. Amma bir məqam baş müstəntiq Oqtay Qasımovun diqqətini cəlb edir. Cəsəd itkin düşmüş Danyelyanın yaşadığı evin yaxınlığında tapılmışdı. Yəni o ev həmin neft quyularına yaxın idi. O Danyelyanın şəxsiyyətini öyrənmək üçün cəhdlər edir, onun həyat tərzi ilə maraqlanır, qohumlarını və qonşularını dindirir. Məlum olur ki, Danyelyan rayon telefon qovşağında işləyir, avara həyat tərzi sürürmüş. Qazandığı 3-5 manat pulu sərxoşluğa xərcləyər, hərdən heç evə yatmağa da gəlməzmiş. Hər gələndə də arvadı ilə davadalaş salarmış. Bunu milis şöbəsindən alınan məlumat da təsdiq edir. Baş müstəntiq meyidin kəsilmiş orqanlarının səbəbini araşdırır, buradan yola çıxmağa çalışırdı. Tutaq ki, başı ona görə kəsilib ki, meyit tapılanda kimliyi bilinməsin. Bəs niyə əlləri biləkdən kəsilib? Oqtay Qasımov təcrübəsindən istifadə edərək Danyelyanın qonşularını, iş yoldaşlarını danışdırarkən məhz bu məqamla bağlı da sual verir. Onun əllərində, biləyində nəsə var idimi? İş yoldaşlarından biri deyir ki, bəli, Danyelyanın bir biləyində döymə ilə soyadı, adı və atasının adının baş hərfləri yazılıbmış. DBA. Digər biləyində isə köhnə yara izi var imiş. Ona görə də cəsədin kəsilmiş bədən hissələri və başı mütləq tapılmalı idi. Məhz həmin hissələr tapıldıqdan sonra cəsədin Danyelyana məxsus olub-olmaması bilinəcəkdi. Baş müstəntiq Oqtay Qasımov rayon neft və qaz çıxarma idarəsinin rəisinin yanına gedir. Ondan xahiş edir ki,
köhnə quyuları, yəni həmin ərazidə olan quyuları bir-bir təmizləsinlər. Nəzərov da, yəni rəis də onun xahişini yerinə yetirir. Bax, bu cür köhnə quyuların birindən zəmbil çıxır. Zəmbilin içində 2 kəsilmiş bilək və baş var idi. Ekspert elə yerindəcə tapılmış biləkləri spirtlə təmizləyir və biləkdəki döymə yazını oxuyur. D.B.A. Danielyanın arvadı Abramyan dəvət olunur və üzərində yazı olan bilək ona göstərilir. Abramyan biləyin ərinə məxsus olmasını təsdiqləyir və əlavə olaraq bildirir ki, işin istintaqı zamanı, yəni əvvəlki dindirmədə cəsədin özünü deyil, ona fotoşəklini göstərdikləri üçün meyidin ərinə məxsus olduğunu tanımayıb. İndi isə tanıyır. Halbuki o əvvəlcə ərində heç bir fərqləndirici əlamət, nişanə olmadığını demişdi. Məsələ bu idi ki, Danielyanın səbətdən tapılan başına baxdıqda görünürdü ki, kimsə onun gözlərini də oymuşdu və cinsi orqanı da kəsilmişdi. Bütün bunların cavabı olmalıydı. İstintaq isə artıq qatar kimi işə düşmüş, tam sürəti ilə irəliləyirdi. Danielyanın arvadı yenidən dindirməyə çağırılır. Oktay Qasımov onunla düz 10 saat söhbət edir. Səbrlə, sıxmadan onu uzaq nöqtələrdən əhatəyə alır. Müstəntiq yenidən qonşularla müsahibə aparır. Qonşulardan alınan ifadələrdən məlum olurdu ki, qonşu Ayropetyan Danielyanın arvadının məşuqudur. Müstəntiq fərz edir ki, onlar ikisi Danielyanı öldürüb rahat həyat sürə bilərdilər. Yəni bu fərziyyə mümkün idi. Qonşu Ayropetyan milis şöbəsinə çağırılır. Baş müstəntiq şübhəli şəxsin milis şöbəsində dindirilməsinin psixoloji cəhətdən necə təsirli olduğunu gözəl bilirdi. Milis şöbəsində Danielyanın öldürülməsi, arvadı ilə əlaqədə olub-olmaması və digər məsələlərlə bağlı 6 saatlıq dindirilmədən sonra səhər saat 9-da yenidən şöbəyə qayıtması şərti ilə Ayropetyan gecə saat 12 radələrində evə buraxılır. Ayropetyan etiraf etmir və səhər qayıtması şərti ilə oradan uzaqlaşır. Səhər saat 9-da Ayropetyan milis şöbəsinə gələndə artıq başqa adama çevrilmişdi. Rəngi ağappaq ağarmışdı. Müstəntiq onunla elə detallar danışmışdı ki, o artıq əmin idi ki, qatil olması istintaqa məlumdur. Və Ayropetyan elə oturan kimi danışmağa başlayır. Deyir, mən gedib evdə düşündüm, sizi dünən çox incitdim, yordum, bağışlayın. Hər şeyi etiraf eləmək istəyirəm. Ayropetyanın ifadəsindən məlum olur ki, bir neçə aydır Danielyanın arvadı Abramyanla birlikdədirlər. Gələcəkdə Danielyan onların bu münasibətlərinə maneçilik eləməsin deyə Ayropetyan məşuqəsi ilə birlikdə onu öldürmək qərarına gəlir. Ən qəribəsi də budur ki, onlar öz aralarında bir yazılı əhd də bağlayırlar. Qadın əri öldükdən sonra Ayropetyana sadiq qalacağı barədə dilindən iltizam yazır və imzalayaraq məşuquna verir. Ayropetyan törətmiş olduğu cinayəti etiraf elədikdən sonra qadının ona verdiyi iltizamı da istintaqa təhvil verir. İltizam erməni dilində idi. Bu dırnaqarası sadiqlik əhdinin məhz Abramyan tərəfindən yazılmasını, yəni qadın tərəfindən yazılmasını təsdiq eləmək üçün məhkəmə xətt ekspertizası təyin olunur. Ekspert təsdiq eləyir ki, ehtiraslı cümlələrlə dolu iltizam məhz Danielyanın arvadı Abramyan tərəfindən yazılıb. Qətlin niyə törədildiyi bəllidir. Ehtirasına qurban gedən cütlük Danielyanı aradan götürmüşdülər ki, işləri daha da rəvan getsin. Bəs qətl necə törədilmişdi? Niyə onun gözləri oyulmuşdu? Niyə orqanları kəsilmişdi? Bu məşum hadisə belə baş vermişdi. Cütlük Danielyanı öldürmək qərarına gəldikdən sonra onun işdən gəlməsini gözləyirlər. Danielyan həmişəki kimi bu dəfə də sərxoş vəziyyətdə gəlir. Qapıdan girəndə başına çəkiclə vuraraq onu qətlə yetirirlər. Meyidi hamamda qoyurlar ki, qoy hava təmiz qaralsın, axşam gecə saatlarında aparıb bastırarlar. Beləcə gedirlər o biri otağa. Hava qaraldıqdan sonra gəlib görürlər ki, meyit yerində yoxdur. Sən demə,
bədbəxt Danyelyan çəki zərbələrindən ölməyib. Hamamda ayılıb, lakin nə baş verdiyini anlamayıb. Yəqin ki, başındakı ağrını da elə yıxılması ilə əlaqələndirib. Hamamın qapısını aça bilmədiyindən içəridəki digər saxlanc otağına keçib. Pencəyini əynindən çıxarıb, başının altına qoyaraq yenidən yatıb. Vəhşi cütlük onu yenidən tapanda görürlər ki, Danyelyan heç nə olmamış kimi yuxudadır. Fürsəti fövtə verməyərək qonşu onu boğaraq yenidən öldürür. Bu dəfə Danyelyan həqiqətən ölür. Ancaq iş bununla da bitmir. Onun meyidini hamamdan çıxarıb evlərindən 150 metr aralıda neft buruqlarının arasında bastırırlar. Bəs onun meyidi niyə bastırıldığı yerdən yox, neft quyusunun içindən tapılır və orqanları kəsilir? Bunun da dəhşətli səbəbləri var. Belə ki, Danyelyan hələ ki neftin içində yox, torpaqda olduğu günlərdə arvadı Abramyan ərinin itməsi haqqında milis şöbəsinə müraciət eləməklə yanaşı, onun yaxın qohumlarına da xəbər verir. Ona təsəlli verməyə gələn qonaqlardan biri milis serjantı imiş. Güya biliyini nümayiş etdirir və deyir ki, narahat olmayın, əgər Danyelyan öldürülübsə, meyidi tapılanda gözlərində qatilin şəkli qalacaq və caninin kim olması dərhal müəyyən olunacaq. Qonaqlar gedəndən sonra milis serjantının bu dırnaqarası kəşfindən təşvişə düşən sevgililər Danyelyanın bastırıldığı yerə gedirlər. Gecə saatlarında meyidi yenidən oradan çıxarırlar, yenidən hamama gətirirlər, başını, biləklərini və tənəssül üzvünü kəsirlər. Meyidi neft quyusuna, başını və biləklərini isə bir zəmbilə qoyub köhnə neft quyusunun olduğu bir şaxtaya atırlar. Bəs orqanını niyə kəsmisiniz sualına isə belə cavab verirlər. Meyit tapılanda xristian yoxsa müsəlman olduğu bilinməsin. Elə gözlərini də güya ona görə oyurlar ki, güya gözlərində qatilin şəkli qalacaqmış. Beləliklə bu dəhşətli cinayət bütün detallarına qədər sübut edilir. Manyak cütlüyün hər ikisinə eyni cəza verilir və onlar 10 il azadlıqdan məhrum edilir.